Deməli uşaqlar, burada saat qurşaqların izahına baxırıq. Saat qurşaqlarında biz əsas nə qaydasını yadda saxlamalıydıq? 1 dərəcə bərabərdir 4 dəqiqəyə. Ən çox istifadə edəcəyimiz xüsusiyyətlər, yəni qaydalar bunlardır. Bakı şəhərində yerli vaxtla saat 14:00 olduqda 30 dərəcə qərbdə yerləşən A məntəqəsində saat neçə olar? Gəlin baxaq. Bakı yerləşir 50 dərəcə şərq uzunluğudur. Ümumiyyətlə, saat fərqlərini tapanda biz coğrafi enliklərdən çox da istifadə eləmirik. 50 dərəcə şərq uzunluğunda yerləşir və deyir ki, burada saat 14:00-dur. Bakıdan 30 dərəcə qərbdə yerləşən məntəqə. Bakıdan 30 dərəcə qərbə gəlsək, 20 dərəcə şərq uzunluğuna çatarıq və burada saat neçədir? Öncəliklə aralarındakı dərəcə fərqini tapacağam. 20 ilə 50 arasında 30 dərəcə var. 30 dərəcəni zamana çeviririk, vururuq 4-ə, eləyir 120 dəqiqə. 120 dəqiqə isə 2 saat deməkdir. Deməli, aralarında 2 saat vaxt fərqi var və mən həmişə demişəm, verilən saatdan soldakı saatı tapırsınızsa, vaxtı çıxmalısınız. Yox, sağ tərəfdəkini tapırsınızsa, toplamalısınız. Yəni, geridəki saatı tapırıqsa, çıxmalıyıq. 14:00-dan 2 saatı çıxırıq, eləyir 12:00. Yəni, C variantı doğru cavabdır. İkinci sual. Deyir ki, 5-ci və 12-ci saat qurşaqların orta meridianları arasında ən az dərəcə fərqi nə qədərdir? Ümumiyyətlə, gəlin baxaq nə qədərdir. Burada ikinci və 10 neçədir? Bu 12-ci saat qurşaqlarını istəyir. 5-ci üzü istəyirəm. 5-ci saat qurşağının orta meydanı tapmaq üçün 15-ə vurub yanına şərq uzunluğu yazırıq. Bu eləyir 75 şərq uzunluğu. 12-ci saat qurşağını isə olur 180 dərəcəlik meridian. Ən az dərəcə fərqi nə qədərdir? Təbii ki, 75-dən 180-ə qədər olan dərəcə fərqidir. 180-dan çıxırıq 75-i, eləyir 105 dərəcə. Yəni, Y variantı doğru cavabdır. 3. Bakı şəhəri ilə 5-ci saat qurşağının orta meridianı arasında nə qədər vaxt fərqi var? 5-ci saat qurşağının orta meridianını yuxarıda tapmışıq. 75 dərəcə şərq uzunluğudur. Bakı 50 şərq uzunluğunda yerləşir. Bu ikisinin arasında 25 dərəcə var. Vaxta çevirmək üçün vururuq 4-ə, 100 dəqiqə eləyir. 100 dəqiqə A variantı doğru cavabdır. Dördüncü və 5-ci saat qurşaqlarına müvafiq olaraq orta meridianlarının qiymətlərini hesablayın. Deməli, 4-cü saat qurşağının orta meridianı 4-ü vuracaq elə birbaşa 15-ə, eləyəcək 60 şərq uzunluğu. 5-i də 15-ə vuranda 75 şərq uzunluğu, yəni Y variantıdır. Nəyə görə şərqdirlər? Çünki bu saat qurşaqları 12-dən kiçikdir, ona görə. 5. 40 dərəcə şimal enliyi və 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin şəhərində filan saatdır. Gəlin həmin saatları bir dənə tapaq və məlumatları qeyd edək. 117 şərq uzunluğu və 40 şimal enliyi. Bura olsun Pekin. Deməli, Pekində saat neçədir? Pekində saat 17:40-dır. Və özündən 4270 kilometr qərbdə yerləşən dərəcəlik paralellə 4270 kilometr qərbə gəlirik. Bunu dərəcəyə çevirmək üçün 85-ni onda 4-ə bölürük. Çünki 40 dərəcəlik paraleldə 1 dərəcənin uzunluğu 85 onda 4-dür. Bu eləyir 50 dərəcə. 117 şərq uzunluğundan 50 dərəcə qərbə gəlsəm, yəni 50 dərəcə çıxsam, 67 şərq uzunluğuna çatıram. Və burada məndən saatı soruşur, səhv etmirəmsə. 67 şərq uzunluğudur, ünvanı tapmışıq. Və gəlin aradakı zaman fərqini hesablayaq. 50 dərəcə eləyir. 50-ni vurursunuz 4-ə, 200 dəqiqə eləyir. 200 dəqiqə nə deməkdir? Deməli, 60-a böləndə 200 dəqiqə eləyir 3 saat 20 dəqiqə. 17:40-dan da geridə olduğu üçün onu çıxırıq. 17:40-dan çıxırıq 3 saat 20 dəqiqə. Burada qalır 20 dəqiqə, bu da 14. 14:20 eləyir. Yəni A variantı doğru cavabdır. 6. 23 sentyabrda A məntəqəsində günəş 06:10-da çıxır. B məntəqəsində isə günəş A məntəqəsinin yerli vaxtına görə 19:35-də batır. Bu məntəqələr arasındakı yerli vaxt fərqini hesablayın. Gəlin öncəliklə burada təxmini o məntəqələri bir özümüz düşünək. Deyək ki, A məntəqəsində günəş 23 sentyabr. Ümumiyyətlə uşaqlar, 23 sentyabr
21 mart tarixlərini şərtdə veribsə, yadda saxlayın. 12 saat gündüz olur, 12 saat gecə qəbul olunur. Bir daha deyirəm. 23 sentyabr və 21 mart veribsə şərtdə 12 saat gündüz, 12 saat gecədir. Gəlin hesablayaq. Öncəliklə nə etməliyik? Ya bu ikisinin də günəşin çıxma vaxtını hesablamalıyıq. Çıxma vaxtına əsasən hesablamalıyıq, ya da batma vaxtına əsasən hesablamalıyıq. Gəlin elə batma vaxtını götürək. Məntəqəsində günəş 06:10-da çıxırsa və ümumi gündüzün uzunluğu 12 saatdırsa, deməli neçədə batacaq A məntəqəsində günəş? 06:10-un üstünə 12 saat gələcəksiniz. Eləyəcək 18:10. B məntəqəsində isə deyir ki, günəş 19:35-də batır. B-də isə 19:35-də batır. Bu məntəqələr arasındakı deyir, yerli vaxt fərqini hesablayın. Heç nə, zaman fərqini hesablayaq. 19:35-dən çıxacaq 18:10-a. Burada qalır 25, burada qalır 1. 1 saat 25 dəqiqə edir. 1 saat 60 dəqiqədir. 60-ın üstünə 25 gəlirsiniz, 85 dəqiqə. Qutardı, getdi. Növbəti 7. A məntəqəsində qütb ulduzu 40 dərəcə bucaqla görünür. Deməli, bura haradır? 40 dərəcə şimal enliyidir. Və yerli vaxtı Bakıdan 6 saat 52 dəqiqə geridir. Burada günorta olarsa, Pekində və Vaşinqtonda saat neçə olar? Çox maraqlı sualdır. Gəlin baxaq. Deməli, A məntəqəsinin coğrafi enliyini öncəliklə qeyd edək. 40 şimal enliyidir. Və A məntəqəsi yerli vaxtı Bakıdan 6 saat 52 dəqiqə geridir. Öncəliklə gələk. Burada 50 şərq uzunluğu, bura Bakıdır. Bakıdan geridirsə, yəni sol tərəfdə yerləşəcək. Gəlin zaman fərqini hesablayaq birinci bunlar arasındakı. 6 saat 52 dəqiqə o deməkdir ki, 6 saat 360 dəqiqədir. 52 dəqiqə isə üstünə gəlirik. 412 dəqiqə eləyir. Və yaxud da daha rahat üsulu bunun nədir? 6-nı 15-ə vurursunuz, eləyir 90 dərəcə. Üstünə gəlirik 52-ni də bölürük 4-ə, 13 eləyir. Bu eləyir 103 dərəcə. Və yaxud digər tərəfdən hesablasanız 6 dəfə 60 eləyir 360. Üstünə gəlirsiniz 52 dəqiqəni. Bu eləyir 412 dəqiqə. 412 dəqiqəni də böləndə 4-ə eləyir 103 dərəcə. Deməli 103 dərəcə geridədir. İndi gəlin baxaq, bu 103 dərəcə geriyə getsə hara olacaqdı? 50 dərəcə şərq uzunluğundan 103-ü çıxıram. 63 qərb uzunluq edir. Yəni artıq qərb yarımkürəsinə keçir. Gəlin onları burada qeyd eləyək. Deməli, bu olacaqdır 63 qərb uzunluğu. Bura 0 deyir ki, burada günorta olarsa, yəni burada saat, biraz qısaldım müəllimə. Burada saat 12:00-dur. Günorta demək 12:00 deməkdir. Belə olarsa, Pekində, Pekin 117 şərq uzunluğunda yerləşir. Bunu buradan götürək biraz. %117 şərq uzunluğunda yerləşir. Deyir, Pekində saat neçədir? Bir də 77 qərb uzunluğunda, yəni Vaşinqtonda saat neçədir? Gəlin hesablayaq. Öncəliklə Pekinlə arasındakı zaman fərqinə baxaq. 63 qərb uzunluğu ilə 117 şərq uzunluğu arasında nə qədər vaxt fərqi var? 117-nin üstünə 63 gəlirəm, eləyir 180 dərəcə. Deməli, burada 12:00 oldusa uşaqlar və aralarında 180 dərəcə varsa, yəni bu meridian o birisinin əksidir deməkdir. Məsələn, 117 şərq uzunluğu 63 qərb uzunluğunun əksidir. Elə olanda birində günorta olanda o birisində gecə yarısı olur. İndi burada da 12:00 olsa burada əslində 00:00 olmalıdır. Deməli, bayaq biz burada hesablayanda aralarındakı 6 saat 52 dəqiqəni çevirdik. Bu 412 dəqiqə elədir. 412 dəqiqəni də 4-ə böləndə mən səhvən 113 hesablamışam. 103 dərəcə eləyir və 50-dən 103 dərəcə geriyə getdiyimiz zaman 53 dərəcə qərb uzunluğu eləyir. Gəlin indi 53 dərəcə qərb uzunluğuna uyğun şəkildə hesablayaq. Bayaqdan hesablayıram, başqa formada alınmırdı.
Deməli, 53 qərb uzunluğu. Aha. Deməli, 53 qərb uzunluğu ilə 117 şərq uzunluğu arasındakı dərəcə fərqini tapaq. 170 dərəcə eləyir. 170 dərəcəni biz vaxta çevirəcəyik burada. 170-i vuracağıq 4-ə. Dəqiqəyə çevirəcəyik. Bu eləyir artıq 680 dəqiqə. 680 dəqiqə isə 11 saat 20 dəqiqə deməkdir. Ona görə də 12:00-nun üstünə 11 saat 20 dəqiqə gəlirik. Çünki sağ tərəfdəki saatı tapırıq. Bu eləyir 23:20. Deməli, 117 şərq uzunluğunda saat 23:20-dir. 77 qərb uzunluğundakı saatı tapaq. Bu zaman da nə edirik? 77-dən çıxırıq 53-ü, eləyir 24 dərəcə. 24-ü vururuq 4-ə, 96 dəqiqə. 96 dəqiqə isə 1 saat 36 dəqiqə deməkdir. 12:00-dan geridəkini tapdığımız üçün 1 saat 36 dəqiqəni çıxırıq. 00-dan 36 dəqiqə çıxmaq olmadığı üçün 1 saat götürürük və bura 60 yazırıq. 60-dan 36 dəqiqəni çıxanda qalır 24. 11-dən 1 çıxanda isə 10 qalır. 10, 24 və 23, 20. Y variantı doğru cavabdır. 8. Bakıdan yerli vaxtla 20:50-də uçan təyyarə 7 saat sonra Washingtonda yerə enmişdir. Orada enərkən yerli vaxtı təyin edin. Deyin, gəlin baxaq. Bakıda 20:50 olanda Washingtonda saat neçə idi? Birinci onu tapaq. Washington 77 qərb uzunluğudur. Deməli, bura 40 olsun, bura 0. Deməli, Bakıda 20:50 olanda Washingtonda saat neçə idi? Onu tapaq. Daha sonra ondan indi 7 saat üzərinə gələrik. Çünki 7 saat sonra təyyarə gedib ora çatacaq. Aralarında var 127 dərəcə. Vururuq 4-ə. Deməli, 280, 308 dəqiqə eləyir, səhv etmirəmsə. 308 dəqiqə. 308 dəqiqədə 5 saat 8 dəqiqə deməkdir. 20:50-dən çıxırıq 5 saat 8 dəqiqəni. Burada qalır 42, burada qalır 15. Deməli, 508. Mənə nə olub belə bugün? Deyəsən, yenə çox dərs keçmək düşməyib. 508 dəqiqə eləyir uşaqlar. 508 dəqiqəni də saata çevirəndə eləyir 8 saat. 8 saat. Arada 28 dəqiqə. 8 saat 28 dəqiqə eləyir və 20:50-dən 8 saat 28 dəqiqə çıxırıq. Bu isə alınır burada 22 dəqiqə, 12:22. Deməli, Bakıda 20:50 olanda Washingtonda hələ 12:22 idi. Bakıdan təyyarə uçmağa başladı Washingtona doğru və gəlib 7 saat sonra Washingtona çatacaq. 7 saat sonra Washingtonda saat neçə olacaqdı? 12:22-nin üstünə 7 gəlirik, eləyir 19:22. C variantı doğru cavabdır. 9-cu sualda deyir ki, yer kürəsi öz axı ətrafına neçə dərəcə dönsəydi, 180 dərəcəlik meridian 9-cu saat qurşağında yerləşərdi. Təbii ki, burada 20 dərəcə dönsəydi, yəni bu da 1 saat ərzində demək istəyir. 9-u deməli neçəyə vursaq 180 eləyir. Yəni 180-i 9-a bölürsüz, eləyir 20. B variantı doğru cavabdır. Sonra gəlirik 10-cu suala. Öz oxu ətrafında fırlanan yer kürəsi 135 dərəcəlik ölçüsü qət etmək üçün nə qədər vaxt lazımdır? Yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə fırlanır. Ona görə 135 dərəcənin fırlanması üçün 135-i vuracaqsınız 4-ə və yaxud birbaşa 15-ə bölüb saatı tapa bilərsiniz. Çünki 15 dərəcə 1 saat deməkdir. 135-in içində 15 hardasa yerləşəcəkdir. 8, 9 dəfə. Demək 9 saat lazımdır C variantı. 11. Bakıdan, bəli, kim işi varsa çıxa bilər. Bakıdan 2 saat 40 dəqiqə irəli olan məntəqə neçənci saat qurşağında yerləşir? Gəlin öncəliklə həmin məntəqəni tapaq. 2 saat 40 dəqiqə 120 dəqiqə 2 saatdır, 40 dəqiqə də üstünə gəldi, 160 dəqiqə eləyir. 160 dəqiqəni dərəcəyə çevirmək üçün bölürük 4-ü, 40 dərəcə eləyir. Deməli, Bakıdan 40 dərəcə irəlidə olan məntəqə. Bakı 50 şərq uzunluğudur. 40 dərəcə üstünə gəlsiniz, 90 şərq uzunluğu eləyir. 90 şərq uzunluğu hansı saat qurşağında yerləşir? Tapmaq üçün bölürük 15-ə. Bu da eləyir 6. Deməli, 6-cı saat qurşağında yerləşir.
12. A məntəqəsi 137 şərq uzunluğunda yerləşir. Burada yerli vaxtla saat 12 fevral 16:48-dir. B məntəqəsi isə 160 qərb uzunluğunda yerləşirsə, orada yerli vaxtı və saatı müəyyən edin. Baxdınız ki, həmin ədədlər böyük ədədlərdir. Görürsünüz, hamısı 180-a yaxın ədədlərdir. Elə olanda uşaqlar ortaya Greenwich yox, 180 dərəcəlik meridianı çəkməliyik ki, bizə daha rahat olsun. Çünki yer kürəsinin arxa tərəfindən hesablanacaq. Əgər ortada 180 dərəcə yazılıbsa, şərqlə qərb yarımkürəsi artıq yer dəyişir. Yəni, normalda sol tərəfdə qərb idi, amma indi şərq olacaq. Sağ tərəf şərq idi, amma normalda indi qərb olacaqdır. Çünki yer kürəsinin arxa tərəfindən baxılır məsələyə. Mənə deyir 137 şərq uzunluğu. 137 şərq uzunluğunu bura yazacağım və 161 qərb uzunluğu. 161 qərb uzunluğunu da bura yazacağım. Aha, gəlin hesablayaq. Bunlar arasında öncəliklə zaman fərqini tapaq. 137 şərq uzunluğunda deyək ki, saat 12 fevraldır. Fevral və 16:48-dir. Bu zaman 161 qərb uzunluğunda hansı tarixdir və saat neçədir? Gəlin öncəliklə aralarındakı dərəcə fərqini tapaq. 137-dən 180-a qədər hesablasaq 43 dərəcəlik bir məsafə var. 180-dan 161-ə qədər isə 19 dərəcəlik məsafə var. Yəni bunların cəmi nə eləyir? 50, 62 dərəcə. Bunların arasında 62 dərəcəlik bir məsafə var. Və zamana çevirək. 62-ni vururuq 4-ə. Yəqin ki 62 eləyirdi. Toplayanda birdən səhv eləsəm uşaqlar, zəhmət olsa deyin. 62-ni 4-ə vurursunuz 248. 248 isə 4 saat 8 dəqiqə deməkdir. Yenə sağ tərəfdəki saatı tapdığım üçün burada verilən saatın üstü 4 saat 48 dəqiqəni gəlirəm. 4 saat 8 dəqiqəni gəlirəm. 16:48-in üstünə 4:08 gəlirik. Bura 6, 1 yadda 5, 56. Bu da 20. Deməli, saat olacaq 20:56. Amma tarixi isə 12 fevral və yaxud 13 fevral olmayacaq. Çünki qərb şərqdən geridədir. Ona görə tarix bir gün geri olacaq. 11 fevral 20:56 olacaqdır. Yəni A variantı. 13. 60 qərb uzunluğunda 19:00 olarsa 15 şərq uzunluğunda saat neçə olar? Aralarında 75 dərəcə vaxt fərqi var. 75 dərəcəni vururuq 4-ə, zamanı hesablayırıq. Deməli 60 və 15. Burada 19:00-dur. Deməli aralarında 75 var. Vurursunuz 4-ə, elədi 300 dəqiqə, 300 dəqiqə 5 saat deməkdir. 19:00-nun üstünə 5 saat gələndə 00:00 və yaxud da 24:00-da deyə bilərik. B variantı doğru cavabdır. 14-cü suala baxaq. Əslində belə böyük suallar sizi qorxutmasın. Çünki qəbulda böyük suallar əslində daha rahat həlli olan suallar olur. A məntəqəsi 0 dərəcə şimal enliyi və 65 şərq uzunluğunda yerləşir. Gəlin baxaq. Bura 65. Bura oldu A məntəqəsi. Yanvarın 10-u və yerli vaxtla saat 05:14-dür. 10 yanvar neçədir saat? 05:14. B məntəqəsində yanvarın 9-u, yerli vaxtda saat 21:30-dur. Öncəliklə gəlin bu vaxtlar arasındakı zaman fərqini tapaq. Deməli bu əvvəlki gün 21:30-dur. Əvvəlki günə getmək üçün 5 saat 14 dəqiqə geriyə getməliyəm və 00:00-a çatacağam. Yəni 24:00, bəli Fatimə. 24:00-a çatacağam. 24:00-dan da 21:30-a çatmaq üçün 2 saat 30 dəqiqə zaman geriyə getməliyim. Ona görə bunların arasındakı zaman fərqi, yəni bu ikisini toplayacağım, 7 saat 44 dəqiqə olacaq. Bu A və B məntəqələri arasındakı zaman fərqi 7 saat 44 dəqiqə olacaqdır. Və gəlin o 7 saat 44 dəqiqəyə əsasən B məntəqəsinin hansı coğrafi enlikdə yerləşdiyini tapaq. 7 saat 420 dəqiqə eləyir. 44 üstünə gəldiyimiz zaman 464 dəqiqə eləyir. Bunu böləndə 4-ə 116 eləyir. Bu dəfə düz böldüm deyəsən. 116 dərəcə eləyir. 116 dərəcə.
deməkdir. Aha, 65 dərəcə şərq uzunluğundayıq. 116 dərəcə geriyə getməliyəm. Çünki bu geridəki gündür. 65-dən 116 çıxdığımız zaman yəqin ki, burada qalacaqdır 51. Deməli, bura olacaq 0. Burada olacaq 51 dərəcə qərb uzunluğu. Aha. B-nin ucu koordinatlarından birini tapdıq. 51 qərb uzunluğudur. Bu yanlışdır. Bu da yanlışdır. Bu da yanlışdır. 51 qərb uzunluğu hansı saat qurşağında yerləşir? Bunu şifahi də tapa bilərsiniz. Üçüncü şərq uzunluğu ümumiyyətlə, üçüncü saat qurşağı daha doğrusu şərq yarımkürəsinə aiddir. Ona görə 3-ü çıxarıb cavablardan. Elə D variantı doğru cavab olacaqdır. Çünki 51 qərb uzunluğu qərbdə yerləşir və 12-dən böyük bir saat qurşağı olmalıdır. D variantı doğru cavabdır. Gəlin digərlərinə də, digər punktlarına da baxaq. Ola bilər ki, indi bu situasiya sualı kimi düşsün. B məntəqəsinin şimal yarımkürəsində yerləşdiyini nəzərə alaraq, deməli, gəlin burada mən B-ni şimala yazım. Çünki burada 0 yazmışam, biraz doğru çıxmayacaq. Aha, B məntəqəsi bura yaza bilərik. Şimalda yerləşdiyini nəzərə alaraq, yay gündönümü bunu günorta vaxtı günəş şüalar 60 dərəcə ucaqda düşdüyünü nəzərə alaraq, onun yerləşdiyi saat qurşağı və coğrafi koordinatı təyin edir. Gəlin təyin eləyək. Yay gündönümündə beta olur 23,5 dərəcə şimal enliyib. Alfamızı bizə verməyibdir və deyir ki, 60 dərəcə düşür. 90 çıxılsın, x çıxılsın 23,5 bərabərdir 60-a. X çıxılsın 23,5 bərabərdir 30-a. X də bərabərdir 53,5 dərəcə. Deməli, 53,5 dərəcə şimal enliyi 51 qərb uzunluğu onun koordinatlarıdır. D variantı. 15-ci sual. 12-ci saat qurşağının orta meridiandan 25 dərəcə qərbdə yerləşən məntəqədə saat 15:00 olarsa, Bakıda saat neçə olar? Deməli, gəlin bunu hesablayaq. 12-ci saat qurşağı haradır? 180 dərəcə meridiandır. Onun orta meridiandan 25 dərəcə qərbdə yerləşən məntəqədə saat 15:00 olarsa, 180 dərəcədən 180 dərəcəlik meridiandan 25 dərəcə qərbə doğru gəlsək, 180-dan 25 çıxanda nə eləyir? 155 eləyir. 155 şərq uzunluğuna çatarır. 155 şərq uzunluğunda saat 15:00 olarsa, bəs Bakıda 50 şərq uzunluğunda saat neçədir? Aralarındakı dərəcə fərqini tapırıq. Aralarında 105 dərəcə var. Zamana çeviririk. 105 vur 4 eləyir 420 dərəcə. 420 dərəcə isə elə neçə saat deməkdir? 7 saat deməkdir. 15:00-dan 7 saat çıxanda alır 8:00. Yəni Bakıda səhər 8:00-dur. 16-cı sual. Yer kürəsi öz oxu ətrafında 1 saatda neçə dərəcə dönsəydi, 66 dərəcə şərq uzunluğu 6-cı saat qurşağını qərb qurtaracaq olardı. Burada çox böyük ehtimalla ki, cavab yenə 20-dir. 20 dərəcə dönsə, 6-cı saat qurşağına, üzr istəyirəm, 20 yox, 12-dir. 12 dərəcə dönsə, 6-cı saat qurşağının orta meridianı 60 dərəcə eləyir. 12-nin də yarısı 6 dərəcədir. 60-ın da üstünə 6 gəlsən 66 edir. Yəni onun sərhədlərindən biri olur. D variantı doğru cavabdır burada. Sadəcə cavabları yoxlayaraq tapmaq olar. 30 şərq uzunluğundan 40 dərəcə şərqdə yerləşən məntəqədə saat 18:00 olarsa, Londonda saat neçədir? London 0 dərəcə, yəni Greenwichdə yerləşir. 0, bura 30. 40 dərəcə şərqdə yerləşən, 30-dan 40 dərəcə şərqdə yerləşən 70 dərəcə şərq uzunluğudur. Burada saat 18:00-dur. 18:00-dur. Greenwichdə, yəni Londonun olduğu yerdə saat neçədir? Aralarında 70 dərəcə var. Zamana çeviririk. 70 vur 4, 280 dəqiqə. 280 dəqiqə 4 saat 40 dəqiqə deməkdir. Deməli, 4 saat 40 dəqiqə geriyə getməliyim. 18:00-dan 4:40-ı çıxırıq. 1 saat götürürük. 60 dəqiqədən 40 çıxırıq 20 dəqiqə. 18:00-dan 4 çıxırıq 14:00 eləyir. Yəni, orada cavab olacaqdır. Ölçüm 60-dan 14:20. 14:20 B variantı.
18. 56 dərəcə qərb uzunluğunda kölgənin ən qısa olduğu vaxt hansı uzunluqda gecə yarı olar? 56 qərb uzunluğunda kölgənin ən qısa olduğu vaxt neçə saniyə? Vaxtı istəyir, tarix istəmir. Həmin vaxt olacaqdır 12:00, yəni günorta. Deyir, hansı uzunluqda gecə yarı olar? Gecə yarı isə bunun əksində olan meridianda olacaq. 180-dan 56 çıxır. Yarım kürəni dəyişirik. 180-dan 56 çıxanda eləyir 124. 124 şərq uzunluğu. Y variantı doğru cavabdır. 19-cu suala baxırıq. A məntəqəsində günəş Bakıdan 3 saat gec çıxır. 18-də tək qaydadır. 18-də elədir ki, deyir, harda? Gecə yarıdır. Məsəl üçün deyirəm, 50 dərəcə şərq uzunluğunda günortadırsa saat, bunun əksi olan meridianda gecə yarıdır. Çünki bir meridianın əksi olan meridianla arasında 180 dərəcə fərq olur. 50 şərq uzunluğunun əksi necə tapılır? 180-dan 50-ni çıxırıq və yarım kürəni dəyişirik. 130 qərb uzunluğu. Həmin qaydada indi izahı təkrar dinlədiyiniz zaman sizə tam aydın olacaqdır. A məntəqəsində günəş Bakıdan 3 saat gec çıxır. Deməli, gəlin baxaq. Bura 50 şərq uzunluğudur. 3 saat zaman fərqi var. 3 saat 180 dərəcə dəqiqə deməkdir. 180 dəqiqəni bölürük 4-ə dərəcəyə çevirmək üçün 45 dərəcə eləyir. 50-dən 45 dərəcə geriyə getdiyimiz zaman 5 dərəcə şərq uzunluğuna çatırıq. Deməli, həmin məntəqə 5 dərəcə şərq uzunluğunda yerləşir. Hansı məntəqədə günəş A məntəqəsinə nisbətən 6 saat tez çıxar? Yəni, 6 saat daha irəlidə olan məntəqəni istəyir bizdən. Vururuq 60-a, eləyir 360. 360-ı 4-ə bölürük dərəcəyə çevirmək üçün 90 dərəcə eləyir. 5 şərq uzunluğundayıq. Deməli, 95 şərq uzunluğunda günəş daha tez, 6 saat daha tez çıxacaqdır. C variantı doğru cavabdır. 20. Bakıda 29 oktyabr saat 14:02-dir. Ondan 62 dərəcə qərbdə yerləşən məntəqənin yerli vaxtını və ayın tarixini müəyyən edin. Gəlin eləyək. Bu sualı da eləyək. 1 dəqiqə fasilə verəcək daha sonra. 1-2 dəqiqə. Deməli. Öncə Bakının koordinatlarını yazaq uşaqlar. Elə bizə uzunluğu lazımdır 50. 29 oktyabrdır və burada saat 14:02-dir. Deyək ki, özündən 62 dərəcə qərbdə. Özündən 62 dərəcə qərbdə yerləşir 12 dərəcə qərb uzunluğu. 50-dən 62 çıxırsınız, qalır -12, yəni 12 qərb uzunluğuna düşür. Aralarındakı zaman fərqini tapmaq üçün 62 dərəcə var arasında. Vururam 4-ə, eləyir 248. 248 deməli, dəqiqə var aralarında. 248 dəqiqəni saata çevirəndə 4 saat 8 dəqiqə eləyir. Deməli, 14:02-dən 4 saat 8 dəqiqə geriyə getməliyəm. 8-i çıxırıq. Burada deməli, 02-dən çıxmaq olmadığı üçün 60 dəqiqə götürdüm. 62-dən 8 çıxanda qalır 54. 13-dən də 9 çıxanda 09 və tarix də dəyişmir. Yenə 29 oktyabr 09:54 olacaqdır. Yəni doğru cavab C variantıdır. Sonra 21-ci sualda 21 mart tarixində 10 dərəcə şərq uzunluğunda kölgənin ən qısa olduğu vaxt hansı uzunluqda sübh çağı olacaqdır? Yəni artıq burada deyir ki, 10 dərəcə şərq uzunluğunda günortadır, harda səhər saat 6-dır. Sübh çağı deyəndə səhər 6 nəzərdə tutulur. Gəlin baxaq. Deməli, bura 0. Bura 10 dərəcə şərq uzunluğu. 10 dərəcə şərq uzunluğunda saat 12:00-dur. Özü ilə 6 saat zaman fərqi olan bir məntəqə götürməliyik. Öncəliklə həmin məntəqə özündən şərqdə yox, qərbdə yerləşməlidir. Əgər burada günorta 12-dirsə, artıq qərbdəki məntəqələrdə hələ səhərdir. Çünki şərqdəki məntəqələr artıq günortadan sonradır. 6 saat 90 dərəcə deməkdir. 10 dərəcə şərq uzunluğundan 90 dərəcə qərbə doğru getsək, gəlib çatacağıq 80 dərəcə qərb uzunluğu. Yəni, ondan 90 çıxırsınız, eləyir 80. D variantı doğru cavabdır. 22-ci sual. 35 şərq uzunluğunda yerli vaxtla saat 15:00 olduqda
Saatın 12:00 olduğu yerli vaxt ilə Bakı arasında nə qədər zaman fərqi var? Gəlin baxaq. Deməli, 35 dərəcə şərq uzunluğunda yerli vaxtla saat 15:00-dur deyir. Yəni hesablayaq. Bura olsun 35 dərəcə şərq uzunluğu. Mən bunları yaman uzun çəkirəm. Aha, burada saat 15:00-dur. Saatın 12:00 olduğu məntəqə daha geridə olan məntəqədir. Gəlin aralarındakı zaman fərqini tapaq. Aralarında 3 saat var. 3 saat 120 dəqiqə deməkdir. Onu dərəcəyə çevirmək üçün bölürük 4-ə, 30 dərəcə eləyir. Deməli 35-dən 30 dərəcə qərbə getsək 5 dərəcə şərq uzunluğu eləyir. Bakı isə 50 şərq uzunluğunda yerləşir. Bakı ilə həmin məntəqə arasındakı zaman fərqini tapmaq üçün 50-dən 5-i çıxırsınız 45 dərəcə, vurursunuz 4-ə. Deməli 160, 180 dəqiqə eləyir. 180 dəqiqə isə nəyə bərabərdir? 3 saata. 3 saat mı eləyir? Burada biz nəyə səhv yazdıq? 55 olmalı değil Burada məndə. yox. Burada 55 olmalı deyil. Burada 180 dəqiqə eləyir. 3 saatı çevirməliyəm mən burada. 3-ü 60-a vuranda 180 dəqiqə eləyir. 180-i 4-ə böləndə 45 dərəcə eləyir. 35 dərəcədən 45 dərəcə qərbə doğru gedəndə biz, yəni 35-dən 45-ə gedəndə biz gəlib çatacağıq 10 dərəcə qərb uzunluğuna. Yəni bura. Buradan Bakı arasındakı zaman fərqini istəyir. 10 ilə 50-ni toplayırsınız 60 dərəcə. Vururuq 4-ə 240 dəqiqə eləyir. 240 dəqiqədə 6 saat deməkdir. Və artıq biz burada onu hesablayacağıq. 240 dəqiqə 4 saat deməkdir. 6 saat yox. 4 saat deməkdir. 60-a böləndə aralarında 4 saat vaxt fərqi var. Yəni 240 dəqiqə vaxt fərqi var. Y variantı doğru cavabdır. 23 sentyabrda 42 dərəcə şərq uzunluğunda yerli vaxtla 6:00-da çıxan günəş Londonda neçədə batar? Yenə deyirəm, söhbət 23 sentyabrdan gedirsə, 12 saat gündüz, 12 saat gecə hesab olunur. Əgər 42 şərq uzunluğunda günəş 06:30-da çıxıbsa, deməli 12 saat sonra batacaqdır. Yəni 18:30-da günəş batacaq və bu zaman Londonda saat neçə olacaq? Aralarında 42 dərəcə var. Vururuq 4-ə. 168 dəqiqə eləyir. Bu isə 2 saat 48 dəqiqə deməkdir. 18:00-dan 18:30-dan 2 saat 48 dəqiqəni çıxırıq. 30-dan çıxmaq olmadığı üçün 90-dan 48 çıxırıq 42. 17-dən 2 çıxırsınız 15. Deməli, həmin vaxtı orada saat Londonda neçədə batar? Üzr istəyirəm, Londonda daha gec batacaq. Çünki daha gec çıxıbdı. Ona görə bunları toplayacağıq. Bu eləyəcək. Tez batmaz axı, London daha qərbdədir, daha gec batacaqdır. Deməli, burada eləyəcəkdir 78 dəqiqə və 20. 20-78 olmur. Çünki 78-in içində 60 dəqiqə 1 saat deməkdir. 21 18. 21:18-də günəş batacaqdır C variantı. Çünki daha gec çıxıbdır. 24. Şimal qütbündən cənub istiqamətinə hərəkət edən səyyar 6216 km yol getdikdən sonra çatdığı məntəqədə saat başlanğıc meridianının yerli vaxtından 7 saat 12 dəqiqə geridirsə, məntəqənin coğrafi koordinatlarını təyin edin. Gəlin eləyək. Şimal qütbündən harada getsək, biz meridian istiqamətində getmiş olacaq və cənuba getmiş olacağıq. Şimal qütbü 90 dərəcədir. Yəni, harada getsək, aşağıya doğru getmiş olacağıq. 6216-nı bölərəm 111-ə. Görək, neçə dərəcə yol getmişik? Səhv etmirəmsə, burada 56 dərəcə eləyir 111-ə böləndə. 90-dan 56 dərəcə aşağı düşəndə gəlib hara çatacağıq? 56 çıxanda eləyir 34. Deməli, 34 dərəcə şimal enliyinə çatacaq. Yəni, bizim doğru cavabımız ya B-dir, ya C-dir. Deyək ki, həmin məntəqə başlanğıc meridianın yerli vaxtından 7 saat 12 dəqiqə geridir. Geridirsə, artıq bu şərqdə yox, qərbdə olacaqdır, C variantı. Və yaxud gəlin elə hesablama sistemi ilə də aparaq. 7 saat 12 dəqiqəni öncəliklə hesablayaq biz burada. 7 saat 12 dəqiqə 432 dəqiqə deməkdir. Bölürük 4-ə 108 dərəcə eləyir. Elə 108 dərəcə geri deyirsə qərbə doğru getməliyik. Yəni C variantı doğru cavabdır. 25. 30 şərq uzunluğunda yerli vaxtda saat 20:00 və çərşənbə axşamıdır. Gəlin eləyək. Bunu da eləyəndən sonra bir mahnı fasiləsi verəcəm sizə.
Bura 30 şərq uzunluğu. Bura isə 105 şərq uzunluğudur. Deməli, 30 şərq uzunluğunda 20:00-dur saat. 105 şərq uzunluğunda saatı istəyir məndən səhv etmirəmsə. Və çərşənbədir. Çərşənbə. Aha, baxaq. 30 ilə 105 arasında 75 dərəcə zaman fərqi var, məsafə var. 75-i vururuq 4-ə zamana çevirmək üçün. Bu eləyir 300 dəqiqə. 300 dəqiqə artıq 6 saat deməkdir. 5 saat deməkdir, üzr istəyirəm. 60-a bölmə qaydalarını unutdum. 5 saat deməkdir. 20:00-nun üstünə 5 saat gələndə 25:00 eləyir. 25:00 deyə bir zaman vahidi yoxdur. Buradan 24:00-u ayırırıq. Bütöv gün kimi burada olan günün üzərinə gəlirik. Yəni çərşənbədən sonra nə gəlir? Çərşənbə axşamı gəlir deyəsən, değil mi? Çərşənbə axşamı 4-cü gündür. Burada çərşənbə axşamıdır. Burada çərşənbə axşamıdır. Çərşənbə axşamından sonra çərşənbə gəlir. Bəli, cümədir. Mən də bura çərşənbə yazmışam, cavabda axtarım. Bura çərşənbə olacaqdır, çünki bura çərşənbə axşamıdır, yəni ikinci gündür. Bura olacaqdır üçüncü gün və burada 24:00, yəni bütöv günü çıxdıq, qaldı 01:00. Deməli, çərşənbə və 01:00. 26. 13-cü saat qurşağının orta meridianı hansıdır? 13 12-dən böyükdür. Ona görə deyirik ki, 13-cü saat qurşağı qərbdə yerləşir. 24-dən 12-ni çıxırıq, 13-ü çıxırıq öncəliklə. Eləyir 9. 9-u vurursunuz 15-ə, yanına yazırsınız qərb uzunluğu. Bu eləyir 135 qərb uzunluğu. Yəqin ki, burada Y variantını yazmağı Müəllim, orada 11 eləyir. 11. Allah məni kahretməsin. O eləyir 165 dərəcə qərb uzunluğu. B variantı doğru cavabdır. 27-ci sualda deyir ki, verilən paralellərin hansının üzərində 333 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradar? Əlbəttə ki, bu paralellərdən hansı qütbə daha yaxındırsa, o daha çox yerli vaxt fərqi yaradacaq. Çünki düşünün ki, belə bir məsafə gedirik. Bu məsafəni əgər biz ekvator üzərində getsək, bir bəlkə də 2 dənə meridian görmüş olacağıq. O da daha az vaxt fərqi deməkdir. Amma biz eyni məsafəni qütbə yaxın ərazidə getsək, daha çox yerli vaxt fərqi yaranacaq. Bunların içində qütbə ən yaxın yerləşən B-dir. Hansı uzunluqda günəş daha tez çıxır? Bunların içində hansı daha şərqdədirsə, orada günəş daha tez çıxır. Növbəti sualımıza baxırıq. Deməli, yer kürəsi 3 saat 16 dəqiqədə öz ox ətrafında neçə dərəcə dönür? Deməli, bunu dərəcəyə çevirmək üçün 3-ü vurursunuz 15-ə, 16-nı da bölürsünüz 4-ə. 3-ü vuranda 15-ə eləyir 45 dərəcə, 16-nı da 4-ə böləndə eləyir 4 dəqiqə. 45 ilə 4 toplayırsınız 49. Və yaxud uzun yolla eləmək istəsəniz, 3 saat 16 dəqiqəni vaxta çevirirsiniz birinci, 136 dəqiqə eləyir. 136 dəqiqəni böləndə 4-ə eləyir 49 dərəcə. Yəni D variantı doğru cavabdır. 30. 33 dərəcə şərq uzunluğu ilə 88 dərəcə şərq uzunluğu arasında qurşaq vaxt fərqini hesablayın. 33 dərəcə şərq uzunluğu 2-ci saat qurşağında yerləşir. 15-ə böləndə 2 eləyir. 88-ci şərq uzunluğu isə, gəlin hesablayaq, 88-i böləndə 15-ə deməli düşəcəkdir 5 dəfə, 75 eləyir. Bundan 75 çıxanda qalıq 13 qalır. Üstünə 1 gəlirsə 6 eləyir. 6-dan da 2 çıxırsınız 4 eləyir. A variantı doğru cavabdır. 31. 33 şərq uzun, üzr istəyirəm. Burada nə istəyir? Qurşaq vaxtı eyni sualdır. Burada da yerli vaxt istəyir. Yerli vaxt fərqini tapmaq üçün biz nə edəcəyik? 88-dən 33-ü çıxırsınız 55. 55-i vurursunuz 4-ə. 55-i vuranda 4-ə eləyir 220 dəqiqə. 220 dəqiqə isə 3 saat 40 dəqiqə deməkdir. C variantı doğru cavabdır. 32. A məntəqəsində saat 03:25 olarsa, ondan 2562 km 90 dərəcə azimutda yerləşən məntəqədə yerli vaxtı saat neçədir? Gəlin aralarındakı dərəcə fərqini tapaq. Həmin məntəqə 40 dərəcə şimal enliyində yerləşir və orada
Bura A məntəqəsi olsun. Oradan 03:25-dir saat və oradan 2562 kilometr. 2562-ni bölürük 85,4-ə. Səhv etmirəmsə 30 dərəcə eləməlidir. 30 dərəcə məsafə var arada. 30 dərəcəni vururuq 4-ə 120 dəqiqə eləyir. 120 dəqiqə 2 saat deməkdir. Deməli burada saat 05:25-dir. Yəni A variantı doğru cavabdır. 33. Təyyarə meridian istiqamətində 4 saat hərəkət eləyibdir. Bu müddət ərzində yer öz ətrafında neçə dərəcə dönər? 1 saata 15 dərəcə dönürsə, 4 saata da 60 dərəcə dönəcək. 34-ə baxırıq. 150 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində yerli vaxtla saat 25 yanvar 13:20-dir. 135 dərəcə qərb uzunluğunda B məntəqəsində hansı vaxt və saat neçədir? Yenə bunlar 100-dən böyükdürlər və bunu 180 dərəcəni ortaya qoyub hesablamaq daha məqsədə uyğundur. Bu tərəf olacaq şərq yarımkürəsi, 150 şərq uzunluğu. Bu biri tərəf olacaq qərb, 135 qərb uzunluğu. Burada şərqdə 25 yanvar 13:20-dir. Gəlin aralarındakı zaman fərqini tapaq. 150-dən 180-ə qədər 30 dərəcə var. 180-dən 135-ə qədər 45 dərəcə var. Toplayırsınız 75 dərəcə. 75 dərəcə bərabərdir 5 saata. Çünki 75-i vurursunuz 4-ə eləyir. Deməli 300 dəqiqə, 300 dəqiqə də 5 saat deməkdir. Və aralarında 5 saat varsa, bura artıq olacaqdır 18:20. 13:20-nin üstə 5 saat gəlir. Amma bura olacaq 24 yanvar. 24 yanvar 18:20 D variantı doğru cavabdır. 35. İstanbulda saat 15:30 olarsa, saat 20:30 olan məntəqənin uzunluğunu tapın və İstanbulun bizə coğrafi koordinatını veribdir. Gəlin hesablayaq. Deməli, 20:30-dursa, deməli, bura İstanbuldan daha irəlidədir. İstanbul 29 şərq uzunluğundadır. Burada 15:30-dur, burada 20:30-dur. Aralarında 5 saat vaxt fərqi var. 5 saat vaxt fərqi 75 dərəcəlik vaxt deməkdir. 29-un üstünə də gəlirik 75 dərəcəni. Bu da eləyir 104. Deməli, bura olacaqdır 104 şərq uzunluğu A variantı. Artıq bunları işləməkdən biz buranın rəqəmlərini demək olar ki, əzbərləyirik. Səyyah 40 dərəcə şimal enliyi 35 dərəcə şərq uzunluğu koordinatından 4 saat 20 dəqiqə 180 dərəcə azimutda hərəkət etmişdir. Bu bir balaca uzundur. Gəlin koordinatın özünü tez tələsik çəkək. Və daha dəqiq olsun bizim üçün bu. 40 şimal enliyi və 35 şərq uzunluğu. Buradan 180 dərəcə azimutla, yəni cənuba doğru 4 saat 20 dəqiqə hərəkət etmişdir. Hərəkətə başladığı an saat 18:15 olarsa, bitdiyi an saat neçə olar? Meridian. Deməli, burada meridianın üstə hərəkət eləyirik deyə. Bu bizi çaşdırmaq üçün onu veribdir. Eyni meridianın üstündə gedəndə zaman fərqi olmur. Yəni, burada, məsəl üçün deyirəm, başlayanda 08:15 idisə, bitəndə artıq 4 saat 20 dəqiqə keçibsə, bitəndə bu elə həmin məntəqədə saat 12:35-dir. Və eyni meridian üstündə yerləşən bütün məntəqələrdə saat 12:35-dir. Yəni, D variantı doğru cavabdır. Məntiqi sualdır, əladır. Gündüzün uzunluğu 9 saat 45 dəqiqə olan paraleldə günəş 10:25-də çıxarsa neçədə batar? Ümumi gündüzün uzunluğu 9 saat 45 dəqiqədirsə, 10:25-də çıxan günəş 9 saat 45 dəqiqə sonra batacaq. Yəni 10:25-in üstünə 9:45 gəlirsiniz. Burada eləyir 70, burada eləyir 19. 70 dəqiqə yoxdur. Ona görə oradan 1 saatı götürürük, 20-10 eləyir. Deməli 20-10-da da batacaq B variantı. 38. Yerin fırlanma sürətinin dəyişməsi nəticəsində 150 şərq uzunluğu meridianı 6-cı saat qurşan orta meridian olarsa 1 saata neçə dərəcə dönər? Yəni 150-ni biz burada 6-ya böləcəyik. 150-ni 6-ya böləndə 3 ixtisar getsə burada qalır 2, burada qalır 50. 50-ni də 2-yə bölürsünüz 25. Deməli 1 saata 25 dərəcə fırlanacaq. 39. Ekvator üzərində yerləşən AB məntəqələr arasında 2 saat 40 dəqiqə vaxt fərqi varsa, aradakı məsafəni hesablayın. 2 saat 40 dəqiqəni gəlin dərəcəyə çevirək. 160 dərəcə eləyir. 160, üzr istəyirəm, dəqiqə eləyir. 160 dəqiqəni də dərəcəyə çevirmək istəyiriksə, bölürük 4-ə 40 dərəcə eləyir. 40 dərəcəlik məsafənin də kilometri nə qədərdir? 4440 kilometr.
40-cı suala baxırıq. Yer kürəsi öz oxu ətrafında 1 saatda 18 dərəcə dönsəydi, yer kürəsində neçə saat qurşağı olardı və Bakı neçənci saat qurşağında yerləşərdi? Ümumi 360-dır. 360-ı 18-ə bölərdik. 20 dənə saat qurşağı olardı yer kürəsində. Və Bakı neçənciyə düşərdi? 50-ni bölərdik 18-ə. 50-nin içində 18 2 dəfə yerləşir. 36 qalır 14 qalır. 2-nin üstə 1 gələrdik 3. 3-cü saat qurşağında yerləşərdi. D variantı doğru cavabdır. 41-ci suala baxırıq. 23 sentyabrda A məntəqəsində günəş 06:30-da çıxır, B məntəqəsi 19:35-də batır. Bu bayaq hesabladığımızdır, səhv etmirəmsə. A məntəqəsi, bu məntəqələr arasındakı yerli vaxt fərqini tapın. Eyni suala oxşur. Yenə də gəlin tapaq. Əgər 23 sentyabr və 21 martdan söhbət gedirsə, 12 saat gündüz, 12 saat gecə götürülür. 06:30-un üstünə 12 saat gəlirsiz, eləyir 18:30. Bura 18:30'dur, orada 19:35'dir. 19:35'dən 18:30'u çıxırsınız, 1 saat 5 dəqiqə qalır. 1 saat 5 dəqiqədə 65 dəqiqədir B variantı. 42. Londonda yerli vaxtla saat 20:12-dir, digər şəhərdə isə 14:00-dur. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini hesablayın. Digər şəhərin vaxtı Londondan geridir. Deməli, həmin şəhər qərb yarımkürəsində yerləşir. Çünki London özü Qrinviçdə olur. Deməli, gəlin baxaq. Londonda 20:12-dir. Burada isə 14:00-dur. Aradakı zaman fərqini tapaq. 20:12-dən 14:00 çıxaq. 6 saat 12 dəqiqə eləyir. 6 saat 12 dəqiqə 372 dəqiqə deməkdir. 4-ə bölüb dərəcəni tapa bilərik. 93 dərəcə eləyir. Deməli, bura 93 dərəcə qərb uzunluğudur. D variantı doğru cavabdır. 43. Yerləşdiyi paralel çevrəsinin 1 dərəcəlik qövsünün uzunluğu 90 kilometr olan iki məntəqə arasındakı məsafə, iki məntəqə arasında zaman fərqi bu qədərdir. Həqiqi məsafəni tapın. Gəlin onlar arasındakı dərəcə fərqini tapaq. Daha sonra o dərəcəni 90-a vuraq. Çünki deyir ki, 1 dərəcə 90 kilometrdir. 2 saat 40 dəqiqə 160 dəqiqə deməkdir. 4-ə bölərək onu dərəcəyə çeviririk. 40 dərəcə eləyir. 40-ı vururuq 90-a. 3600 kilometr edir. C variantı doğru cavabdır. Hansı məntəqələr arasındakı vaxt fərqi daha çoxdur? Gəlin baxaq. Bunların arasında 100 dərəcə var. Bunların arasında 95 dərəcə var. Bunların arasında 40 dərəcə var. Bu ikisinin arasında 180 yox, 60 dərəcə var. Elə ikisi də şərtdə də çıxmalıyıq. 60 dərəcə var. Bu ikisinin arasında da 70 dərəcə var. Hansının arasında daha çox dərəcə var? A-nın. Deməli, A-da daha çox zaman fərqi olacaq. 45. 40 dərəcə şərq uzunluğu ilə 60 qərb uzunluğu hansı saat qurşağında arasında hansı saat qurşağına rast gəlinmir? Yəni ki, 0-cı saat qurşağı olacaqdır. Burada nəyə fikir veririk? Deyəcəksiniz, burada müəllimə nəyi topladıq, nəyi çıxdıq? Ümumiyyətlə, baxın, burada niyə toplamışıq? Niyə burada 100 alınıb? Niyə burada, məsəl üçün deyirəm, 70 alınıb? Çünki fərqli yarımkürələrdə olan iki məntəqəni toplayırsınız, eyni yarımkürədə olanları çıxırsınız. Onunla 90, biri şərq, biri qərb olduğu üçün toplamışıq. Burada isə niyə 60 alınıb? 180 şərqdə, 60 da şərqdədir. Eyni yarımkürədə olanda çıxırıq. 46. Bakıda saat 12:00-dur. Həmin gün gündüzün uzunluğu 9 saat 36 dəqiqə olarsa, günəş Bakıda saat neçədə çıxar və neçədə batar? Gəlin baxaq. Uşaqlar, bütöv 24 saatın müəyyən bir hissəsi gündüz olur, müəyyən bir hissəsi gecə olur. Yəni, bütöv günün bir hissəsi gündüz olur, bir hissəsi gecədir. Gündüzdə saat 12:00 o deməkdir ki, gün ortadır. 12:00 bu demək. Yəni, gündüzün düz ortasıdır. Mənə deyir ki, ümumi gündüzün uzunluğu 9 saat 36 dəqiqədir. Deməli, bu 9 saat 36 dəqiqənin yarısı 12-dən əvvələ düşür, yarısı 12-dən sonraya düşür. Çünki 12:00 elə gün ortadır, yəni gündüzün tən ortasıdır. 9 saat 36 dəqiqəni bölürük 2 yerə. 9 saat 36 dəqiqəni 2 yerə bölsək, ümumiyyətlə 9 saatı 2 yerə bölsək, 4 saat 30 dəqiqə düşür. 36-nı da 2 yerə bölsən, 18 dəqiqə düşür. Deməli, bu 9 saat 36 dəqiqəni 2 yerə bölsən, 4 saat 48 dəqiqə düşəcək. Deməli, 4 saat 48 dəqiqə 12-dən əvvələ düşür. 4 saat 48 dəqiqə isə 12:00-dan sonraya düşür.
Artıq mən günəşin neçədə çıxıb, neçədə batdığını tapa bilərəm. 12:00-dan 4:48-i çıxsam, günəşin çıxma vaxtını tapacam. 4:48 üstünə gəlsəm, batma vaxtını tapacam. 12:00-nun üstünə 4:48 gələndə 16:48 eləyir. Yəni 16:48 ilə bitməlidir. Elə Y variantı doğru cavabdır. 12:00-dan da 4 saat 48 dəqiqə çıxanda 07:12 eləyir. 47-ci sual. 30 dərəcə cənub enliyindən 3330 km şimalda və 20 şərq uzun yerli vaxtına 40 dəqiqə irəlidə olan X məntəqəsinin coğrafi koordinatlarını tapın. Gəlin tapaq. Birinci növbədə mənə 30 dərəcə cənub enliyini verib. Və 3330 km şimalda. Artıq bildik ki, 3330-u bölürük 111-ə, 30 dərəcə şimala gəlir. Yəni, bu ekvatorda yerləşir. Biri ekvatordur. Elə ekvatorla başlayan bir dənə cavab var, Y variantı. Digərinə də baxaq. 20 şərq uzunluğunun yerli vaxtından 40 dəqiqə irəli olan, yəni 10 dərəcə şərqdə olan deməkdir. 20-nin üstünə 10 gəlirsiz, 30. 48. Hansı məntəqələrdə yerli vaxt və qurşaq vaxtı arasında vaxt fərqi yoxdur? 15-ə bölünən ədədlər olmalıdır uşaqlar burada. Bu, 3-cü qrupların qəbuluna da düşmüşdü. 15-i bölünən ədədlər. Və o 3-cü qrupun qəbulunda soruşurdu, yerli və qurşaq vaxtı arasında vaxt fərqi azdır. 15-ə böləndə qalıq nə qədər az qalırsa, o qədər oradakı vaxt fərqi azdır deməkdir. Burada da 15-ə tam bölünənləri götürəcəksiniz. 0 bölünür, 45 bölünür və 90 bölünür. 2, 3, 5 doğru cavabdır. B variantı. Və son 2 sual uşaqlar. Bakıda 28 yanvar 05:30 olarsa, ondan 120 dərəcə qərbdə yerləşən məntəqədə hansı gün və saat neçədir? Gəlin hesablayaq bunu da. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Burada 28 yanvar 05:30-dur və 120 dərəcə qərbdə yerləşsin. Yəni, bura gəlib çıxacaq 70 dərəcə qərb uzunluğuna. 50-dən 120 çıxırsınız, 70 qərb uzunluq eləyir. Digər yarım kürəyə keçir. Aralarında 120 dərəcəlik zaman fərqi var. 120-ni vururuq 4-ə, 480. 480-ı da 480 dəqiqə daha doğrusu 8 saat deməkdir. 05:30-dan 8 saat geriyə getməliyik. 05:30-dan uşaqlar, mən 8 saatı çıxmalıyam. 08:00 çıxmalıyam. 5 saatdan 8 saat çıxmaq olmur. Ona görə əvvəlki günün birini götürürəm. Yəni 28 yanvardan bir gün götürürəm. Bura qalır 27 yanvar. Və həmin bir günü bunun üstünə gəlirəm. Yəni 24 saatı bunun üzərinə gəlirəm. 29:00-dan 8 saatı çıxıram 21:00. 21 burada 30 dəqiqədə olduğu kimi qalır. Yəni 21:30. Artıq 27 yanvar, 21:30 olacaqdır zaman. Doğru cavab C variantıdır. 50 və sonuncu sualdır. Gecənin uzunluğu 14 saat 40 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Gəlin eləyək. Bunun iki üsulunu da göstərəcəm sizə. Birinci növbədə gecəyə uyğun şəkildə göstərəcəm sizə. Deməli, ümumi gecədə necə ki, gündüzdə günorta var 12:00, gecədə də eyni qaydada gecə yarısı var. Gecə yarısı 00:00-dur və ümumi gecənin uzunluğunu yarısı 00:00-dan əvvələ, yarısı sonraya düşür. Və burada da günəş batandan sonra gecə başlayır. Günəş batandan çıxana qədər olan zaman gecə adlanır. Gəlin baxaq, 14 saat 40 dəqiqədirsə bunu yarıya bölürük. 7 saat 20 dəqiqə düşür hər tərəfə. Deməli, 00:00-dan 7 saat 20 dəqiqə, yəni 24:00-dan 7 saat 20 dəqiqə çıxacaq ki, günəşin batma saatını tapaq. Buradan 1 saatı götürürük 60 dəqiqə, 60-dan 20 çıxırsınız 40. 23:00-dan 7 saatı çıxırsınız, eləyir 16:40. Deməli, günəş 16:40-da batıbdır. Elə cavab var onsuzdakı Y variantı. Gəlin hər ehtimal digərini də göstərib və günəşin çıxma vaxtına uyğun da necə tapıla bilər, onu da deyim sizə. Bunu bir də necə tapa bilərsiniz uşaqlar? Əgər 16:40-da günəş batıbsa, 14:40-dan sonra, yəni 14 saat 40 dəqiqə sonra günəş çıxıbdır. Üzərinə gəlib də hesablaya bilərsiniz. Və yaxud elə 00:00-nun üstünə 7 saat 20 dəqiqə gəlirsiniz, elə 7:20 eləyir. Bu gecəyə uyğun hesablamadır. Bir də gündüzə uyğun hesablama var uşaqlar. Gündüzə uyğun da necə hesablaya bilərsiniz? Ümumi günün uzunluğu 24 saatdır. 24 saatdan 14 saat 40 dəqiqəni çıxıb gündüzün uzunluğunu tapa bilərsiniz. 60-dan 40-ı çıxırsınız, yenə 20, 13-dən 14 çıxırsınız.
Deməli 09:20. Deməli ümumi gündüzün uzunluğu burada 9 saat 20 dəqiqədir. Və biz nə demişdik? Gündüzdə günorta vaxtı 12:00 olurdu. Düzdürmü? 9 saatı 2 yerə bölürsüz 4 saat 30 dəqiqə, 20 dəqiqəni də 2 yerə bölürsüz 10 dəqiqə. Yəni 4 saat 40 dəqiqə düşür hər tərəfə. 4 saat 40 dəqiqə. 12:00-nun üstünə 4 saat 40 dəqiqə gəlirsiniz 16:40 eləyir. 4 saat 40 dəqiqə çıxırsınız 07:20 eləyir. Bu da gündüzə əsasən tapılmadır. Yəni Y variantı burada doğru cavabdır. Hər birinizə uğurlar uşaqlar. Əla, bunun da öhdəsindən gəldik və yekunlaşdırdıq.